Bir daha sabahınız xeyir, hörmətli tamaşaçılar. Birləşmiş Ştatlar prezidenti Donald Trump bildirib ki, yaxın şərqdə müharibənin yaxın zamanda bitməsini gözləyir. Amma bu müharibə bu həftə ərzində yekunlaşmayacaq. Qeyd edib ki, Donald Trump Vaşinqton müharibənin tezliklə bitmə perspektivinə ümid eləyir. Amma yaxın günlərdə bu müharibə bitməyəcək. Bu da təbii ki, hərbi əməliyyatların ərazidə olan hərbi əməliyyatların intensivliyi ilə bağlıdır. Ümumiyyətlə, mən xatırlayıram, üzr istəyirəm ki, əvvəl müharibə başlayanda 4 həftə kimi bir vaxt deyilmişdi. Sonra bayrama qədər dedilər, Novruz'a vaxt dedilər. Məhz 3-cü həftəsindəyim. Mən ona görə sözün düzü buraxılışın əvvəlində qeyd elədim və Trumpın müharibənin ilk günlərində verdiyi açıqlamaya görə növbəti həftə artıq bitməlidir. Növbəti həftənin sonunda 4 həftə yekunlaşır və bitməlidir. Amma görünən odur ki, biz biraz uzanacağını müşahidə eləyəcək deməli müharibənin, yaxın şərqdəki müharibənin. Təbii ki, müharibələr prezidentlərin gündəliyinə də təsir eləyir, səfər gündəliyinə də təsir eləyir. Elə Donald Trumpın çoxdandır, təxminən 1 ilə yaxındır ki, hazırlaşdığı Çin səfəri planını alt-üst eləyə bilər. Artıq böyük ehtimal ki, Çinə səfər etməyəcək. Aprelin əvvəli, martın sonuna planlaşdırılırdı Donald Trumpın böyük nümayəndə heyətinin Pekinə səfər edəcəyi, Xi Jinpinglə görüşmək istəyirdi, səbirsizliklə gözləyirdi bu görüşü. Donald Trump özü açıqlamışdı bu məlumatları. Təbii ki, amma dünən jurnalistlərlə söhbətində bildirdi ki, artıq Ağ Ev təxminən 1 aya yaxındır ki, Çinlə danışıqlar aparır ki, bu görüşü, səfəri tarixin dəyişdirsinlər və biraz ertələsinlər. Bu da ondan xəbər verir ki, bizə əgər müharibə həqiqətən də Donald Trumpın 4 həftə sonra bitəcək ehtimalı düzgün olsaydı, Donald Trump yəqin ki, hər halda Çinə səfərini təxirə salmazdı və yaxud da bir neçə gün irəliyə ertələyərdi. Bu isə bizə onu deməyə əsas verir ki, 4 həftə ərzində müharibə bitməyəcək. Həm də İranın tərəfinin bundan bağlı açıqlamaları var. Xarici İşlər Nazirliyinin Tasnim agentliyinə verdiyi məlumata əsasən İran üçün hazırda danışıqlar ümumiyyətlə diplomatik masa prioritet deyil və döyüş meydanına tam fokuslanıb, hərbi əməliyyatlara tam fokuslanıb və indiki mərhələdə İran layiqli cavab verir, deyir İranın Xarici İşlər Nazirliyi. İran parlamentinin sədri Məhəmməd Bagir Qalibaf da maraqlı açıqlama ilə diqqət çəkib və bildirib ki, İranı ümumiyyətlə işğal etmək mümkün olmayacaq. Çünki İran nə lideri ölkəni qoyub qaçan Suriya, nə də ki, zor gücü ilə liderini təslim olmağa məcbur edilən Venezueladır. İran başqa bir ölkədir və Qalibaf qeyd edib ki, ümumiyyətlə dinə bağlı olan ölkəni heç cür təslim edə və məğlub edə bilməyəcək və İranda ümumiyyətlə belə bir ab-hava hökm sürür ki, əgər növbəti dəfə danışıqlara getsələr, 3-cü dəfədə ABŞ-İsrail tandemi deməli zərbə endirə bilər qəflətən və yaxud da hücum eləyə bilər İranı. Ona görə indiki mərhələdə hərbi əməliyyatları dayandırmaq istəmirlər. Biz bunu parlament sədri Məhəmməd Bagir Qalibafın açıqlamasından da görürük. Ötən gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai da buna oxşar açıqlama vermişdi, qeyd eləmişdi ki, əgər indi atəşkəs baş versə, Birləşmiş Ştatlar İsrail tandemi yenidən bu atəşkəsdən istifadə edib bizə zərbə endirəcək. Bütün bu proseslər fonunda bir neçə həftədir ki, Hörmüz boğazı ətrafında da gərginlik yaranmaqdadır. Donald Trump ötən gün jurnalistlərə açıqlamasında bildirib ki, əgər İran tərəfi Hörmüz boğazına minalar yerləşdirməyə başlasa, bu təbii ki, eskalasiyanın artıq növbəti mərhələsi hesab olunacaq və İran bu addımla özünə qəsd etmiş olacaq, belə bir təhdid səsləndirib və bildirib ki, əgər İran yaxın günlər ərzində davam etsə bu tempdə, Birləşmiş Ştatlar artıq İran üçün strateji əhəmiyyət kəsb edən Xark adasına hücum edə bilər. Xark adasında da bilirsiniz, İranın sırf neft bazaları, neft emalı zavodlarının 90% əslində buradadır, məhz buradan keçir və bir növ İran neftinin mərkəzi ürəyi hesab olunur bu ada. Amma ümumiyyətlə dünya neft bazarında böyük bir böhran yaranmasından qaçmaq üçün bugünə qədər İsrail və ABŞ bu adaya hücum etmirdilər. Amma Donald Trump bu prosesi istisna etməyib yaxın günlərdə. Elə Hörmüz boğazından danışmışkən bir neçə gündür ki, Donald Trump gəmilərin rahat
keçməsi üçün bu ərazidən bir koalisiya yaratmaq istəyir qərb ölkələrindən, dünya ölkələrindən. Amma maraqlı məsələ ondan ibarətdir ki, istər onun müttəfiqləri, istərsə də regionun Avropanın digər ölkələri onun bu istəyinə o qədər də yanaşmırlar. Çünki əgər bu prosesə daxil olsalar, istər-istəməz bu ölkələrin liderləri narahatdırlar ki, İran artıq onları potensial düşmən olaraq görəcək və onlara da müharibənin bir parçasına çevriləcəklər və müharibənin arealı genişləndiriləcək. Təbii ki, Avropa liderləri də istəmirlər ki, bugün İsrail kimi onların da başının üstünə raketlər yaxsın, dronlar yaxsın. Bununla bağlı bir sıra ölkələrin açıqlamaları var. Məsələn, Almaniya kansleri qeyd edib ki, bu müharibə ümumiyyətlə bizim müharibə deyil və hərbi yolla bu müharibənin həlli mümkünsüzdür. Yalnız siyasi diplomatik yollarla həll edilməlidir. Ötən gün Donald Trump və Avropadakı ən yaxın müttəfiqlərindən hesab olunan Böyük Britaniyanın baş naziri Keir Starmer arasında danışıqlar baş tutub. Amma Donald Trump bu danışıqdan biraz narazı qalıb. Elə jurnalistlərlə açıqlamasında Starmerə bu barədə məlumat verir və bildirib ki, o hərbi kontingentinin gəmiləri göndərməlidir Hörmüz boğazının qorunması üçün. Starmer Donald Trumpa cavabında deyib ki, mən komandamla bu barədə məsləhətləşməliyəm. Cavabında Donald Trump ona deyib ki, necə yəni komandamla məsləhətləşməliyəm, sən baş nazirsən, bu qərarı sən özün verə bilərsən, komandanla məsləhətləşməyə ehtiyac yoxdur. Amma Starmer görünən odur ki, yenə də komandasıyla məsləhətləşməyə üstün tutub. Bu da təəccüblü deyil təbii ki. Keir Starmer siyasətçi ola bilər, amma hər halda hərbçi deyil və belə bir böyük addım atmaq üçün hərbçilərlə məsləhətləşməsi çox normaldır. Norveç də kontingentini Hörmüz boğazı ətrafına göndərmək niyyətində deyil. Ölkə rəhbərliyi bununla bağlı deməli məlumat verib. Baş nazir Jonas Gahr Støre qeyd edib ki, Norveçin ümumiyyətlə öhdəliyi və hərbi potensialı məhz şimalda təhlükəsizliyi təmin etməkdən ibarətdir və Donald Trumpın bu açıqlamaları bir növ ziddiyyət təşkil edir. Elə eyni mövqedən Yunanistan da çıxış edib, qeyd edib ki, onlar da Hörmüz boğazı ətrafına yaxın şərqdə hərbi kontingentini göndərmək niyyətində deyil. Biz təxminən oxşar açıqlamaları Fransadan da eşitmişik. Bir neçə gün bundan öncə məlumat yayılmışdı ki, Fransa gəmiləri Aralıq dənizindən yaxın şərqə doğru məhz Hörmüz boğazı ətrafına göndərilir. Amma Fransa Xarici İşlər Nazirliyi bu barədə məlumatı təqzib etmişdi. Biz elə açar ölkələrə baxsaq, Fransa, Almaniya, eyni zamanda Böyük Britaniya mövqelərinə görsək, deyə bilərik ki, Avropa artıq bir növ Donald Trumpın bu təklifindən imtina edib. Belə Avropadan danışmışkən, Avropa İttifaqının rəsmi nümayəndəsi Kaja Kallas, xarici siyasət və təhlükəsizlik üzrə Ali komissarı Kaja Kallas bununla bağlı açıqlama verib. Elə Avropa İttifaqının bütün qurumun adından qeyd edib ki, Avropa İttifaqı da bir qurum olaraq öz kontingentini bura göndərmək niyyətində deyil. Amerika Birləşmiş Ştatlarına dəstək olan, koalisiyaya qoşulmaq istəyən ümumiyyətlə hər hansı bir ölkə var, yoxsa heç bir? Ukrayna yəqin ki, istəyər, Amerika Birləşmiş Ştatlarına yaxınlaşmaq istəyir, yoxsa ümumiyyətlə o da heç? Əslində, Ukraynanın bununla bağlı açıqlaması yoxdur, amma nəzərə alsaq ki... Dronlar məsələsinə görə mən bir anlıq düşündüm. Bəli, Ukrayna məhz bu cəhətdən yaxın şərq ölkələrinə biraz yardımçı olmaq istəyir. Həm yaxın şərq ölkələrinə, İrana qarşı, həm də özü maliyyə dividendləri əldə etmək üçün. Amma kontingent göndərəcəyinə açıq şəkildə mən inanmıram sözünüzü, çünki özü müharibə aparan ölkədir. Belə heç bir ölkə yoxdur hələ ki. Donald Trumpın dediyinə görə bununla bağlı bir sıra ölkələrlə hazırda danışıqlar var. Amma bir məsələni də istisna etmir ki, əslində Birləşmiş Ştatlar bunu özü də sərbəst şəkildə həyata keçirə bilər. Bu təhlükəsizlik deməli məsələlərini özü həll edə bilər Hörmüz boğazında. Amma bununla yanaşı təbii ki, dəstək almaq da istəyir. Elə Avropa İttifaqından danışdım mən az öncə. Yaxın şəhərdən danışdıq, biraz istəyirəm öz regionumuzdan da danışaq, Cənubi Qafqazdan danışaq. Xatırlayırsınızsa, bir neçə həftə bundan öncə Ermənistan qarşıda gələn parlament seçkilərində mümkün müdaxilələrə və dezinformasiya kampaniyalarına qarşı mübarizə aparmaq üçün Avropa İttifaqından yardım istəmişdi, bir qrup göndərilməsini istəmişdi. Avropa İttifaqının rəsmi nümayəndəsi Kaja Kallas bu məsələyə də diqqət çəkdi və bildirdi ki, Avropa öz növbəsində Ermənistanın bu addımını müsbət qarşılayır və bu qrupu göndərəcək. Bu qrupda
Ermənistan rəsmilərinin açıqlamasına görə xüsusilə Rusiyadan mümkün kiber hücumlar və dezinformasiya kampaniyalarına qarşı yönələcək belə bir ehtimal eləyir İrəvan rəsmiləri. Təbii ki, olacaq belə bir proses yoxsa yox, kiber hücumlar olacaq, dezinformasiya olacaqmı? Yəqin ki, biz artıq iyun ayında, iyunun 7-sində keçiriləcək parlament seçkiləri dövründə görəcəyik. Parlament seçkilərindən danışmışkən, son olaraq onu da qeyd eləmək istəyirəm ki, artıq Nikol Paşinyanın rəqiblərinin adları məlum olub. Baş nazir postuna namizədlərdən biri də Ermənistanın keçmiş prezidenti Robert Köçəryan olacaq. Bundan bağlı Ermənistan parlamentinin Ermənistan fraksiyasının deputatı Anna Qriqoryan məlumat verib və bu da o deməkdir ki, Cənubi Qafqazda, xüsusilə Ermənistanda siyasi gərginlik bir qədər də artacaq iyun ayına parlament seçkilərinə yaxınlaşmışkən. Təşəkkür edirik Süleyman maraqlı xəbərlərə görə. Çox sağ olun.